saxlamaqdadır. Xoşbəxtlik dünyanın faniliyini başa düşməkdədir. Xoşbəxtlik axirətdədir. Xoşbəxtlik qəlbi paş saxlamaqdadır. Birinə fayda verə bilirsinizcə xoşbəxt adamsan. Həyat yoldaşına qulluq edən xanım xoşbəxt qadın. Niyə? Vəzifəsini yerinə yetirir. Xanımına diqqət edən kişi xoşbəxtdir. Niyə? Çünki xanımına xidmət, ailəsinə xidmət edir. Övladına xidmət edən ana xoşbəxt. Niyə? Çünki övladına borcunu yerinə yetirir. Qəlbində bir sərinlik var. Fikir vermişsiniz, övlad ali məktəbə qəbul olur, ana sevinir. Övlad yaxşı qiymət alır, ata sevinir. İdmanda uğur qazanır, valideyn sevinir. Uğur qazanan bunlar deyil. Uğur qazanan bunlar deyil əslində. Övladdır. Və niyə valideyn sevinir? Hə, oğludur, qızı ona görə. Yo, estağfurullah. Sən qardaşınla balasını sevinirsən yeri gələndə. O da qardaşın, yox. Xidmətin öz bəhrəsini verəndə sevinirsən. O təlim, tərbiyəvin bəhrəsini görəndə sevinirsən. Alma qonşunun da bağında bitir. Armud kəndin bazarında da var. Üzüm tarlada yetişir. Marketdə də var, qarpuz yemiş. Amma onu özün becərəndə, özün əkəndə o cəfanın səfasını görən adamı ləzzət eləyir. Düzdür? Qəlbin paç saxlanılmasından bağlı Əmir Əl-Müminin Əli əleyhissalam buyurur ki, bi'sət təamul haram vəzlumut da'ifin əfhaşul zulm. Nə deyir əleyhissalam? Biraz sakit, biraz sakit. Haram yolda əldə olunan təam pis təamdır. Haram yolla əldə edilən təam pis təamdır. Məsələn, biri qumarla, biri oğurluqla, biri yalan danışmaqla, biri zina ilə, biri sələmlə, biri içki ilə, biri hər hansı bir adını mədəni oyun qoyub haram lotereya ilə pul qazanır. Çox pis təamdır bu deyir. Çox pis təamdır. Zulmud daifi əfhaşul zulmi. Zəifə edilən zülm ən çirkin zülmü. Kimə zülm olunur? Zəifə. Qohumda, əqrabada, dostda, tanışda kimin üstünə ən çox şığıyırlar? Zəifin, maymağın, avamın. Qadın adam var, qohumda. Xanımlar var, bəy var. Sən söz deyə bilərsən ona. Amma görsən hansısa qohum haqqında nə qədər söz deyirlər. Yazı sakitdir. Amma adamlar var, sən söz deyərsən, sənə 10 qatı cavabını verərsin. Amma adətən insan bu cür zəifə söz deyir. Zəifə əl qaldırır. Bir kasıba, bir yetimə əl qaldırır. Ona təzyiq eləyir. Gücü olmayan təzyiq eləyir. Dünyanın qanunu bu qaydası, dünyəvi qaydalar bu cürdür. Güclü həmişə gücsə təzyiq eləyir. Vəl fahişətu kəismihə. Çirkin iş adı kimi çirkin olar. Və təsəbbur aləl məkruhi yəsimil qəlbi. Və çətinliklərə dözmək qəlbi pak saxlayar. Çətinliklərə dözmək qəlbi pak saxlayar. Mən əvvəl vəsiyyəti oxuyum, sonra inşallah izahını verəcək Allah'ın izniyle. Allah buyurur ki, وَاِنْ كَانَ الرِّفْقُ خُرْقًا كَانَ الْخُرْقِ رِفْقًا. Müdara,
xoş keçinməz sərtlik hesab olunan yerdə sərtlik müdaradır. Rabbə kənə da'an və da'u dava'an Rabbimə nəsahə qayrun nasihi və qəşşəlli müstənsihu. Nə deyir? Nə çox ki dərman dərd ola, dərd dərman ola. Nə gözəl sözdür. Nə çox ki dərman dərd ola, dərd dərman. Yəni elə dərman var, başqa bir xəstəlik yol açır. Sən düşünürsən ki, bu dərman sənə əlacdır, amma başqa bir dərd gətirir. Amma dərd də var, özü dərmandır. Dərd də var, özü dərmandır. Bir müsibət, bir yaxınını itirmək, bir duanın qəbul olmaması, bir doğmava itirmək, nəysə əldə edə bilməmək, əlindən qaçırmaq, əldən getməsi, ya bir xəstəlik, ya bir maddi sıxıntı, ya bir kasıblıq. Nə çox ki dərman dərd ola, dərd dərman ola. Ona görə sizə üz verən bəlalar, dərdlər, çətinliklər, əgər səni Allaha daha da yaxınlaşdırırsa, bu sənin üçün əslində dərd deyil, bu sənin üçün dərmandır. Əhl-i Beytin müsibəti bizə dərmandır. Əgər xatırlayırsınızsa, illər öncə böyük ustadlardan birinin fikrini demişdim sizə. Bilmirəm, tələbələrdən kimin yadında qala qalmaz. Deyir, əgər deyir, insan müsibətin deyir, matəmin mənasını başa düşsəydi, hər gün matəm istəyərdi. Deyəcəksiniz, ha, indi hər gün adam ölsün. Yəni ki, bir çoxumuz bu cür başa düşəcək. Hər gün adam ölsün. Yox, heç kim, hər gün heç kim ölməsin. Amma hər gün kimsə öləcək. Bu qətidir. Yəni, biz ondan dərs çıxarmalıyıq. Məsələ budur. Məsələ kiminsə ölməyi deyil. Məsələ ölümünlə bizə verdiyi mesajdır. Bilməm, fikrim çatdıra bilirəm, yoxsa yox. Nə çox ki dərman dərd ola, dərd dərman. Nə çox ki nəsihət gözlənilməyən kəs nəsihət versin. Nəsihət istənilən şəxs xəyanət eləsin. Baxın, nə çox ki nəsihət gözlənilməyən kəs nəsihət versin sənə, nəsihət istənilən şəxs xəyanət eləsin. Bir nəfər mümkündür, nəsihətə ehtiyac yoxdur. Sənə nəsihət versin. Nəsihət istəyən şəxsdir, sənə xəyanət eləsin. Elə bilirsiniz, hər sizdən bir şey soruşan, hər sizdən bir nəsihət, məsləhət istəyən, öyrənmək üçün istəyir. Birinin sualında şəhvət var. Birinin sualında ehtiras var. Birinin sualında qəzəb var. Birinin sualında yaltaqlıq var. Birinin sualında özünü yaxşı göstərmək var. Birinin sualında şirinlik eləmək var. Birinin sualında başını yastığa qoymaq var. Birinin sualında səni incitmək var. Birinin sualında mən də varam demək var. Çox adam sual verir, az adam öyrənir. Çox adam sual verir, az insan öyrənir. Bu vəsiyyətin mətni idi. Əmir Əl-Müminin Əleyhisselamın, İmam Həsən Əleyhisselamın etdiyi vəsiyyətin mətni idi. Ki, qismən də olsa bəzi məsələlərə toxunduq. Ki, zəifə zülm etmək olmaz. Haram ruzu ilə keçinmək olmaz. Gec-tez bir ruzə verəcəm. Mən bir dənə sizə mesaj deyim. Kim sübh namazına qalxa bilmirsə, haram yiyir. Kim sübh namazına qalxa bilmirsə, haram yiyir. Ya qida olaraq haram yiyir, ya da ki, mənəvi olaraq tənəzzüllər, yalan danışıb həmin günü. Kim namaza qalxanmadı, bir gün qabaq görün nə hadisə baş verir. Məndən sizə bir dənə düstur qayda eləmişsən. Bu da bir dənə qayda olsun.
Çox sadə bir qayda. 2 + 2 = 4. Çox sadə bir qaydadır. Kim sübhə qalxanmır, deməli haram yeyir. Deməli haram yeyir. Ya günah eləyib, ya qeybət eləyib, ya yalan danışıb, ya ağzından kobud söz, ya xanımına əl qaldırıb, ya uşağına əl qaldırıb, ya bir xanım dırdırıq, çox da yengələnibdir, ya bir uşağına əl qaldırıbdır, ya bir öz vəzifəsini yaxşı yerinə yetirməyibdir. Mütləq və mütləq bəyənilməyib, məhkul və ya haram iş görübdür. Sübh namaza qalxa bilmirsə. Mütləq. Qəlbi pak saxlamaq, necə eləyək? Pak saxlamaq istəyirik. 2 dənə qayda deyim sizə, 2 dənə qayda. Biri budur ki, məşhur sözdür bu, səbr eləmək. Mən başa düşürəm, deyəcəksə, qardaş, sən nəyə qoyub, nəyə danışırsan? Sən gəl mənim evimdəki əlimə diqqət elə. Görüm onu dözə bilərsən onun kaprizlərinə. Bir deyəcək, qardaş, sən mən xanımı tanımırsan, bizə nə qədər deyinir, danışır. Başım qədər evdən qaçmaq istəyirəm, uşaqların dərdindən qalmışam. Nə qədər belə insanlar var, tam səmimi deyirəm. Nə qədər belə ana bacılarımız var, belə qardaşlar var ki, uşağın dərdindən qalırlar, ailə. Amma bu, demirəm bu pis şeydir. Amma deməzdim, mütləq doğru bir şeydir. Bu, mütləq doğru bir şeydir uşağa görə. Niyə? Çünki Allaha xatir səbirləməlisən. Uşağa görə səbir eləyərsən, bir həddə qədər da dözməzsən. Çünki insansan. Qəlbin sıxılar, ürəyin sıxılar. İnsan ürəyi sıxıldı, qüruru sındısa saxlamaq mümkün deyil. Niyə deyirlər xanımlara, kişilərin qürurunu sındırmayın? Kişi hüzur axtaran varlıqdır. Evə gəldi, sakitlik görmədsə qaçacaqdır. Qaçacaqdır. Evə gec gələn kişilərə, kimdə bu hallar baş versə, o bacılarımıza bax, tövsiyəmiz budur. Evdə hüzur yaradın. Hüzur yaradın. Mütləq gedəcəklər başqa istiqamətləri meylənəcəklər. Mən bilmirəm, indi hansı istiqaməti siz düşünürsünüz. Mən ümumi danışıram, üzr istəyirəm. Yəni nə? Çətinliklərə dözmək lazımdır, əziz qardaş bacılarımız. Demə, mən uşağa görə dözürəm, anama görə dözürəm, ata yox. Allaha xatir səbir elə. Çünki bəndəyə xatir edilən səbir bir həddə qədər olacaq. Çünki daimi deyil. Allaha xatir olmalıdır. Bu, qəlbi baş saxlayan amillərdəndir. Qəlbi baş saxlayan amillərdəndir. Xoş keçinməyə çalış. Buna deyirlər müdara. Bayaq vəsiyyətdə qeyd elədim sizə bunu. Müdara deyərlər. Xoş keçinmək sərtlikdən daha xeyirlidir. Nə ki, Allah neyniyərdi bu yerdə? Gördün, hissənmirsən. Tıncıxırsan. Allah neyniyərdi bu da? Ulqu olsun, ulqu, bir dənə ulqu, özə bir nümunə götür. Yaxşı, Allah götür, Peyğəmbəri götür, Əleyhisselam götür. Gördün, xanım, evdəsən, sıxıya bir yemək gec pişir, çay gec gəldi. İndi insan da fikirli oldu, gec gətirdi, uşaq da birdən söz səhv dedi. Əsəbləşirsən, coşursan. İndi bəlkə də bir nəfər deyərlər, bu məndən danışır. Oldu mən, çox gəlb belə başıma açı. Mən yazıb, qardaş, sən məndən danışırdın, xəbərim var. Yəni, ola bilər danışdığım kimisə həyatından ola bilər. Mümkündür, hamımızın həyatında ola bilər. Gördün, əsəbləşdin, dişə qız, əsəbi yolunda getmir daha. Evə qonaq gəlib, o bəzi atalar var, belə göz elləri. Dayan. Belə göz qaş elləri. Bəzi atalar, analar var da. Konadan belə başın qaldırılır. Ay qız, yox, sən belə işarə ilə. Elə anda, deyən gör, Əleyhisselam neyniyərdi orada? Özəl sual ver. Əməl-əl-müminin neyniyərdi orada, həmin məqamda? Və xanım Zəhra, neyniyərdi həmin məqamda? Neyniyərdi? Bilirsiniz, təzyiq inkişaf deyil. Tənqid inkişafdır, bəli. Amma təzyiq yox. Amma təzyiq inkişaf deyil. Təzyiq əslində baskı, təzyiq travma yaşadır uşağa. Qızdırsa, gələcək quracaq ailə həyatı yolda ərinə. Kişiyə bir nifrət formulaşacaq, onda inamsızlıq formulaşacaqdır. Kişi oğlan uşağıdırsa, qadınlara inamsızlıq formulaşacaqdır. Mən bir yaxın əzizlərimizdən biri var. Düşünəm, söhbət bu da bitirməyə dəyər. Bilmirəm, sözü bu da bitirim yoxsa yox. Bir dənə salavaz zikr inşallah.
Allahümme salli ala Muhammedin ve ali Muhammed ve acil ve recihum. Bir dostumuz var idi, ilahiyyatçı qardaş. Rayonların birində axund işləyir. Çox mərifətli qardaşdır, gözəl, elmli, əxlaq sahibi olan bir qardaşdır. Eyni zamanda psixoloqdur. Eyni zamanda psixoloqdur. Biz oturmuşduq, qəsəbələrimdə bir çay içirdik. Dedi, mən bir yanıma uşaq gətirdilər, Kərbəla. Dedim, bəli, buyur. Dedi, mən uşağa baxanda dedim ki, bu uşaq özünə qəsd eləmək istəyir. Deyir, atan yana qayıtdılar ki, sən danışdı, qardaşım, nə sözdür? Uşağım nə qanır, intihar nədir? Deyir, qardaş, sənə deyirəm ki, uşağın özünə qəsd eləmək istəyir. Bax, diqqətlə valideynlər mənə qulaq assınlar. Diqqətlə qardaşlar, bacılar, kim ki məni izləyir, 17 nəfər, xüsusən evli insanlar mənə qulaq assınlar. Çox xahiş edirəm. Deyir, mən dedim ki, bunun uşağın valideynlərinə, sizin uşaq özünə qəsd eləyəcək, intihar eləyəcək yaxın günlərdə. Dedilər, necə? Necə yəni, axı bizdə elə bir şey yoxdur. Mən yoldaşıma əl qaldırmamışam. Uşağın yanında birimizə laşmamışıq. Dedi, siz mənə vaxt verin, mən bunu aydınlaşdırım. Çünki zaman lazımdır. Bir uşağı saxlayın nəzarət, bu son 10 gündə, son bir həftə uşağı saxlayın nəzarətdə, filan saatlarda mənim yanımda olsun, sonra siz uşağa diqqət edin yəni. Mümküncə məktəbə öz aparıb gətirin uşağı. Deyir, bu cür elədilər. Bir müddətdən sonra bəlli oldu ki, həmin bu ilahiyyatçı, ruhani, psixoloq qardaşımız uşaqda kəşf elədi ki, uşaq bir gün evdə olanda eşidib ki, atasına söhbət eləyir. Ata deyibmiş ki, anasına, bu həyatda yaşamağa dəyməz, onsuz yaxşının qədri bilinmirik, nəyə lazımdır? Bu qədər işdə, oxu, nə bilim, qiymət verməsinlər. Onsuz bu həyatda yaxşının qiyməti yoxdur. Ölüb getsə ondan yaxşıdır. Söz uşağın beyninə girər. Və uşaq neçə müddət bu düşüncə ilə yaşayar ki, onsuz da yaxşıların qiyməti bilinmir da, ay müəllim, mən də özümü öldürəcəm. Sözü uşağın tutub ağzından, təsəvvür edin. Eləməyin belə sözlər uşaqların yanında. Heç vaxt gəlib şişə problemlərinizi, dərdinizi, kreditlərinizi danışmayın uşağın yanında. İşdə olan problemlər öz ər-arvad bölüşün, öz aranızda bölüşün belə şeyləri. Öz aranızda. O da mümkün qədər, bir sərhəddə qədər. Ola bilər ki, sənin dediyi xanımın həzm eləməsin və ya xanımın dediyini kişi həzm eləməsin. Mümkün qədərini bölüş. Gördün o adam tapmırsan, get minazat ilə. Allahla bölüş, məsciddə bölüş, dur gecə namazı qıl. Dur müstəhbi bir dənə dua elə, ziyarətnamə oxu. İmam Hüseyin Əleyhisselamın ziyarətnaməsini oxu. Dur gecən bir dənə dəstəmaz al, dur üzü Kərbəlaya. Deyən, Əssalamu aleykə ya Əba Əbdəllah Hüseyin və alə Ali ibn Hüseyin və alə övlad Hüseyin və alə əshab Hüseyin və alə zəvvar Hüseyin. Mən bir dəfə bir hadisəni danışmışdım sizə. Sözümü bitirəcəm inşallah. Bəlkə də bunu danışmağım düz deyil ha. Böyük ariflərdən biri olur. Kimə nağıl kimi gəlirsə səhifəni çevirsin, qulaq asmasın. Tam səmimi deyirəm. Bir neçə dəfə demişəm bunu sizə. Deyir, qəbirstanlığın qırağından keçir. Bilmirəm, axşam vaxtı ya gündüz vaxtıdır. Qəbirstanlığın qırağından keçir. Görün, bir dənə qəbirdən bir nur işıq var. Özü qəbirstandan bir zəhmi var, bizdə adətdir da. Biz ölüdən qorxuruq, dirdən qorxmuruq. Bizdə adətdir. Biz ölüdən qorxuruq. Qəbirstanlığın bir zəhmi var axı. Adətən gecə vaxtı keçmir çox adam qəbirstanlığın böyründən. Keçində 3 dəfə özə bismillah da deyəmir bəzəsində. Bismillah, 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 bismillah keçirlər böyrdən. O bismillah da bəzən düzgün ifadə edə bilmirlər. Həyəcandan bismillah, bismillah deyirlər. Bilmirəm, bir adamlar görmürsünüz, yoxsa yox. Görün, bir dənə qəbirdə bir işıq var, nuraniyyət var. Yaxınlaşır ki, cavan bir xanımın, gənc bir xanımdır, dünyasını dəyişib, ki, tanıdığı bir adamdır. Baxın, bəzən Allah dostları bizim aramızdan xəbərimiz yoxdur. Ona görə insanlarla münasibət həmişə ehtiyatlı olun. Həmişə birinə söz deyəndə, sual verəndə diqqətli olun. Çox diqqətli olun. Deyik, gəlir həmin xanım dünyasını dəyişən evə gəlir, xanımın yolda, bu da
tanınmış insandır, ruhanidir, ilahiyyatçıdır. Ağa, xoş gəlməsən falan. Deyir, mən az sizin vaxtınızı alacağım. Sizin yoldaşınız, mərhumə bacımızın nə əməli var idi ümumiyyətlə? Necə bir insan? Dedi, vallahi ailə sıradan bir xanım idi də, yəni evdar qadın idi. Yox, biraz fikirləşin də, bəlkə onun bir xüsusi bir əməllərini bəlkə görmüsünüz. Deyir, həyat yoldaşı çox fikirləşdi. Deyir, bir dənə qayıtdı ki, mənim yoldaşımın bir dənə xüsusiyyəti var idi. Hər sübh namazı durub evin damına çıxardı, İmam Hüseyin Əleyhisselama salam göndər, ziyarətnamə oxuyardı. Hər gün çıxardı sübh namazında, əlin qoyardı qəlbinin üstünə Kərbəlayı, İmam Hüseyin Əleyhisselamın ziyarətnaməsi. Hər vaxt sıxılardı, bu cür oxuyardı. Alim başa düşür ki, hə, bu ziyarətnamədir ki, bu xanıma Allah məqam vermişdi. O xanımın xatirinə Allah qəbirstanlıq əhlindən əzabı götürmüşdü. Bəzən bu cür olur. Bəzən bir məntəqədə bir dənə şəxsə görə Allah dəymir. Niyə deyirlər, süd əmək körpələri olmasaydı? Gənc təqvalı xanımlar və bəylər olmasaydı, ağsaqqal atalarımız, ağbirsə analarımız olmasaydı, Allah da yerə zərrə qədər su indirməzdi. Bugün məntəqəndə bir nəzər varsa, bir kiməsə görədir. Bir ki, sənin məntəqəndə, sənin qəsəbəndə, sənin şəhərində bir dənə Allah dostlarından kimsə var, ona xatir Allah o bəla göndərmir. Ona xatir Allah bəla göndərmir. Allahın tərəf öz izzət cəlalına, Allah qəlbimizin paklanması üçün bizə güc qüvvət versin. Ki, səbir göstərə bilək, dözüm göstərə bilək, müdara edə bilək, yəni xoş qarşılayaq. Yaxşı mənada yola verməyə bacaraq. Bunlar çox mühüm məsələlərdir. Çox mühüm, diqqətli olaq. Çox diqqətli olaq. Biz axır zamanda yaşayırıq. Axır zamanda yaşayırıq. Çox mühüm məsələdir bunlar. Ehtiyatlı olmaq lazımdır. Ani bir deyəcəyiniz söz sizin tənəzzül aparar, sizi bədbəxt eləyər. Gördün ki, işin alınmış, son sözlərimi deyirəm, bitirirəm Allahın izni ilə. Gördün ki, ibadətdən həzz ala bilmirsən, ləzzət ala bilmirsən, bil ki, kimisə incitmirsən bu yaxın günlərdə. Gör kimə qarşı sərt olmuşsan. Bir də qidalarına diqqət elə. Yenə deyirəm, qida deyəndə təkcə düşünmüyor, ay kalpasa yedim, toyuq cüzə yedim, broiler yedim, sasiska yedim, nə bilim, pendiçi, yox. Sənin halal bildiyin bir şey mümkündür ki, haram olsun. Qeybət eləmirsən, ölən qardaşımın ətini yemisən. Bizdə adətdir da. Mən deyək, qeybət eləmirəm ki, sözün düzün deyirəm, deyir. Diqqətli olaq bu məsələlərdə. Çox diqqətli olaq. Bu dərs, bu sözdən fikrimi bitirirəm. Bu dərs bizə nəyə öyrədir? Qəlbin paçlığı dərsi. Qəlbin paçlığı təkcə dua ilə deyil. Məsələn, deyirəm ki, ya Allahu, ya Rəhmanu, ya Rəhim, ya Müqəllibəl qulub, səbbit qəlbə alə dinik. Qəriq duası oxuyuram. Ya Həlim deyirəm, zikr eləm qəlb aramlığı üçün. Ya zikri Yunisi oxuyuram deyək ki, yadda saxlayın, qəlbin paçlığı təkcə dua ilə deyil. Həm də əməllərlə qazanılır. Həm də əməllərlə qazanılır. Bir şey, bir çirkabı yumaqla, bir çirkabı yuyursan, təkcə yumaqla kifayətlənmək lazım deyil. O yumaq təkcə yumaq təmizlik deyil. Təmizlik həm də onun üstünü örtməkdir ki, paslanmasın. Yəni, kirlənməsin. Özünü qoruyasan gərək. Bir köynək giymirsən, bir paltar giymirsən, hər yerdə oturma, hər yerə əlvə atma, səliqəli saxla. Bu da bir paçlıqdır. Paçlıq təkcə paltarıya, maşında paltarın yuyulması deyil. Özünü də çirkabdan qorumaq paçlığın bir növüdür. Bax, bunu deyir bu da bizə. Deyir, qəlbin paçlığı təkcə dua eləməklə deyil, həm də əməllərlə qazanılır. Harama
bulaşmamaq, zəifləri incitməmək və səbirli olmaqla. Gördün bunları eləyə bilmirsən, bil ki, sənin gözün tozlanıbdır, qəlbin tozlanıb. O qəlbin tozunu silməyə çalış. O, mərhum Ustad Arif Əllamə Qazi Təbətəbayının bir sənədli filmi var. Hamını da baxmağa dəvət edirəm. Bir sənədli filmi var. Orada yaxşı bir söz deyir. Elə bunu dünən paylaşmışdım. Deyir ki, yarın camalında nə hicab var, nə də pərdə. Yarın camalında nə hicab var, nə də pərdə. Silsən qəlbin tozun, görərsən onu səndə. Silsən qəlbin tozunu, görərsən onu səndə. Bəli, səndə. O qəribəliyi görə bilərsən, sən də o gözəlliyi seyr eləyə bilərsən. Sən də zahirdə bəla görsənib, içərdən mənəviyyat olan bir aləmi görə bilərsən. Mümkündür, sadəcə qəlbindəki o tozları sil. Ön yarğılı olma. Hər eşitdiyinə inanma. Bax gör xəbəri kim gətirir? Fasiqdir, münafiqdir, mömindir. Söz deyəndə elə sözdür qəlbi incitməsin. Yaralamasın, yarasını duz səpməsin. Tövsiyə eləmək istəyirsən, nəsihət eləmək istəyirsən, nə gözəl. Lap yaxşı. Bax gör, hələ sənin özünə bir nəsihətə ehtiyac var yoxsa? Bəlkə edəcəyin nəsihətə sənin özünə ehtiyac var. Əvvəl gör özünün nə nöqsanı var, sonra başqasında sən eyib axtar. Müminin vaxtı olmalıdır, kiminsə eybindən maraqlansın. Hamı özünə vaxt ayırsa, inanın ki, cəmiyyətin çoxsu arif olur. Cəmiyyətdə ki, mümin insanları az gördünüz, az sayda Allah adamı gördünüz, bil ki, o cəmiyyət özünlə məşğuldur. O cəmiyyət ancaq onun bunu güdməklə məşğuldur. Kim hara getdi, kim haradan gəldi, kim nə qədər qazandı, kim neynədi, ancaq və ancaq olur. Siz birinlə danışanda onun danışığına diqqət eləyin. Adam ya özündən danışacaqdır, ya da başqasından danışacaq. Bir ki, o adamdan sənə xeyri gəlməyəcəkdir. Bir ki, xeyri gəlməyəcək. Belə. Belə. Qəlbimizi paçlayaq. Peyğəmbər və al Peyğəmbər salavatla yad edək. Allahümmə səlli alə Muhammed və ali Muhammed və aczil